Peygamberimiz sallallahu aleyhi ve sellem demiştir. Kadınlarla güzelliklerine göre evlenmeyin. Ola bilsin, güzellikleri onları helak eder. Kadınlarla mal dövletine göre evlenmeyin. Ola bilsin malları onları azdırar. Kadınlarla dinine göre evlenin. Həqiqətən qara dərili, qulağı kəsik, dindar bir kölə qadın dinsizdən daha yaxşıdır. Günümüzdə insanlar ailə qurarkən gözəllik, yaraşıq, var dövlət axtarırlar. Bəziləri də lovğalıq edir, qarşı tərəfə yuxarıdan aşağı baxırlar. Bu cür təkəbbürlülər günün birində elə bir adamla ailə qurur ki, ağlı başında olan kəs o cür adamla evlənməz. Bu da uca Allahın cəzasıdır.